İzahlı test 90-cı hissə 5-ci sinif ingilis dili 1-ci sual. Choose the sentence with the noun in the plural. Cəm isim olan cümləni seçin. Baxaq A bəndə lions eat meat. Şirlər ət yeyirlər. Şirlər burada cəmdədir. A bəndi doğru cavabdır. O birisi bəndlər niyə olmaz? Burada eagle sözü var, təkdədir, qartal. Bird sözü var, təkdədir, qartalına görə olmaz. Pet ev heyvanı var burada. Bu da təkdədir. Olmaz. Hippo sözü var. Bu da təkdədir. Ona görə A bəndi doğru cavabdır. İkinci sual, choose a sentence with a noun in the plural. Cəmdə olan isimləri seçin. This planet is very cold. Planet sözü təkdədir. Wild animals live in the forest. Vəhşi heyvanlar. Animal sözü və meşələr sözü cəmdədir. Ona görə B bəndi doğru cavabdır. Baxaq C bəndi niyə olmaz? Burada animal sözü var, bir də dolphin sözü var, təkdədir. D bəndində donkey sözü var. Bu təkdədir. B bəndi doğru cavabdır. Üçüncü sual, choose a pair of nouns in the plural. Cəm isim cütlüyünü seçin. Cəm isimdə olan cütlüklər hansıları burada? A bəndində cat var, pişik mənasını verir, təkdədir. A bəndi olmaz. B bəndində teeth, dişlər mənasını verir. Eyes, gözlər mənasını verir. Deməli, B bəndi doğru cavabdır. Baxaq, indi C ilə D bəndi niyə olmaz? Burada zebra sözü təkdədir. Burada isə foot sözü təkdədir. Deməli, B bəndi doğru cavabdır. Dördüncü sual, choose a correct articles. Düzgün artiklı seçin. A cow gives us milk, but I don't like milk. İnək bizə süd verir. Milk sözü sayılı bilməyən isimdir. Qarşısında gəlməyən artikl işləmir. Ona görə burada birinci tərəfdə artikl işlənməyəcək. But I don't like milk. Mən südü xoşlamıram. Süddən ümumi danışanda onun qarşısında artikl işlənmir. Hər iki tərəfdə artikl işlənməz. D bəndi doğru cavabdır. Beşinci sual, choose a correct variant. Düzgün variantı seçin. People take care of domestic animals. İnsanlar ev heyvanların qayğısına qalırlar. They, him, them, they. Özlərinin, they onlarındır. People take care of their domestic animals. A bəndi burada doğru cavabdır. Altıncı suala baxaq. Choose a correct modalı və düzgün modalı fəili seçin. Tigers fly, pələnglər uçmaq. Pələnglər uçmaq can't to ilə işlənmir. Modal fəildən sonra ikinci fəil gələndə to işlənmir. A bəndində C bəndi ola bilməz. B bəndində Tigers can fly, pələnglər uça bilir. D bəndində Tigers can't fly, pələnglər uça bilmir. D bəndi doğru cavabdır.